Sırada təqdim edəcəyimiz reportajın qəhrəmanı isə artıq 2 gündür ki, bütün saytların və sosial şəbəkələrin qəhrəmanı olub. Abşeron rayon icra başçısının 17 saylı bağçaya yeni direktorunu təyin etməsi cəmiyyətdə səs-küyə səbəb olub. Bu səs-küyün yaranmasına səbəb isə yeni direktorun müğənni olmasıdır. Mövzunu Aytən Abdulova davam etdirir. Mətbuatda yayılan bar müğənnisi bağça direktoru oldu başlıqlı xəbər cəmiyyətdə birmənalı qarşılanmadı. Məktəbəqədər təhsil müəssisəsinə belə bir direktorun təyin olunmasını sosial şəbəkələrdə hamı qınadı. Söhbət Abşeron rayonundakı 17 saylı uşaq bağçasının direktor postuna yeni təyin olunan Gülnar Nəbi Çingiz adlı 36 yaşlı xanımdan gedir. Hətta xəbər saytlarında yeni direktorun şəkilləri, ifa etdiyi mahnılar, kliplər də yenidən gündəmə gəldi. Yayılan xəbərlərin nə dərəcədə həqiqət olduğunu dəqiqləşdirmək üçün yollandıq Xırdalan şəhərindəki 17 saylı bağçaya. Məktəbəqədər təhsil müəssisəsinin giriş qapısında bir xeyli gözləyəndən sonra bizi içəri buraxdılar və direktorun yerində olmadığını söylədilər. Hətta bu xəbəri araşdırmağımıza görə bağçanın kollektivi bizi qınadı da. Məqsədimiz isə ortadaydı, xanım direktorla görüşüb mətbuatda yayılan məlumatları dəqiqləşdirmək. Bir xeyli gözləsək də nəhayət görüş baş tutdu və Gülnar Nəbi adlı yeni direktor onun barəsində deyilənlər uydurma yayılan şəkillərin isə ona aid olmadığını bildirdi. Şəkillərin bəli, yarısı mənə aid deyil. Lazım gəlsə o şəkillərlə və o çıxışlarla əlaqədar olaraq məhkəməyə müraciət edəcəm. Belə də ki, hamı bilir ki, mən Bakı Musiqi Akademiyasının tələbəsiyəm və fərqləmə ilə bitirmişəm. İşləmisiniz müəllim? Bəli, müəllim kimdə fəaliyyət göstərir. Bəli, bəli. Abşeron rayon icra hakimiyyəti isə yaranmış problemə münasibət bildirərək açıqladı ki, xanım müdirənin 2 diplomu var. O 2001-ci ildə San Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialını, hüquqşünaslıq Bakı Musiqi Akademiyasını isə solo oxuma üzrə bitirib. Musiqi təhsili var, yəni musiqi təhsili olmaq varsa, musiqi ilə də məşğul olması tam təbiidir. Burada heç bir qəbahətli bir şey yoxdur. Baxmayaraq ki, xanım direktorun müsahibəsində məktəbəqədər təhsili bitirdiyini demişdi. İcra hakimiyyətinə hesab edirlər ki, yeni direktorun pedaqoji diplomu olmasa da bu onun direktor olmasına heç bir əngəl yaratmır.